Birdən-birə ürəyin sürətlə döyünməyə başlayır, nəfəs almaqda çətinlik çəkirsən. Əllərin titrəyir, ürəyin sıxılır, sanki nəfəs alırsan, amma bu sənə çatmır. Bədənini soyuq tər basır, gözlərin qaralır, başın gicəllənir. Ağlına ilk gələn şey, mən infarkt oluram, öləcəm. Əslində isə sən panikatak keçirirsən. Panikatak bədəndə heç bir təhlükə olmadan bədənin fövqəladə vəziyyətə keçməsidir. Yəni sənin içindəki bir siqnalın nasaz işləməsindən qaynaqlanır. Həyatda qalmaq üçün qaç və ya döyüş mexanizmi işə düşür. İnsanlar panikataqı bir dəfə yaşayandan sonra onu təkrar yaşayacağı qorxusuyla yaşayırlar və bu qorxunun özü də yenidən panikatağa səbəb olur. Orqanizmimizdəki bütün orqanlar sağlamdır. Ürək, böyrək, beyin, ağciyər. Amma birdən-birə niyə görə təzyiqimiz artır? Ürəyimiz daha tez-tez döyünür. Bu sadəcə bir psixoloji problemdirmi? Xeyr, əslində problem psixoloji problemdən başlayır, sonra fizioloji problemə çevrilir. Siz hər hansı bir təşviş keçirəndə bədəndəki kortizol, yəni stres hormonu artmağa başlayır. Həmin stres hormonu sizin ürək döyüntünüzü artırır, təzyiqinizi yüksəldir və bədəndə də fizioloji dəyişiklik baş verir. Panikatak qətiyyən öldürmür. Bugünə qədər panikatakdan ölən heç bir insan yoxdur. Sadəcə o olaraq həyat keyfiyyətinizi alt-üst edir. Bəs çıxış yolu nədir? Belə düşünün ki, siz bir səhradasınız. Nə qaçmağa bir həyat yoxdur, nə dırmanmağa bir ağac yoxdur, nə də özünüzü qorumağa hər hansı bir silahınız yoxdur. Ağzında dişi olmayan böyük bir it üzərinizə gəlir. Dayanıb qarşısında dursanız, o it sizə heç bir şey eləyə bilməyəcək. Çünki bu itin dişləri yoxdur, tuta bilmir. Və siz onu dəf eləyə biləcəksiniz. Amma qaçmağa davam etsəniz, o qaçmaqla sizə nəsə ola bilər. Hər an qaçmaq sizi təngənəfəs eləyəcək, ürək döyüntünüz artacaq, yorulacaqsınız və təslim olacaqsınız, yıxılacaqsınız. Ona görə də panikatak gələrkən səhradakı dişsiz iti qarşılayan kimi onun üzərinə gedin. Mən səndən qorxmuram. Xoş gəlmisən deyin. Hətta onunla məzələnin. İnanın ki, bununla da panikatağı dəf eləyəcəksiniz. Hər hansı bir həkim qəbuluna, psixoloq qəbuluna getməyə ehtiyacınız olmayacaq. Bir də ki, nəfəs məşqlərini unutmayın. Panikatak gələn kimi dərindən nəfəs alın, 4 saniyə saxlayın, sonra buraxa bildiyiniz ən çox müddətdə onu buraxın. Bax belə. Bitdi.